Salam əziz abituriyentlər və şagirdlər, xoş gördük sizin hər birinizi. Və mən indi bugün sizə buraxılışa düşə biləcək sual tiplərini sizə izah eləyəcəm və bu testlərdə çox diqqətli olun. Ən birinci mən videonu izah eləməmişdən, yəni testləri izah etməzdən əvvəl siz sualları özünüz tapın və sonradan yenidən izahına baxın. Baxırıq birinci suala və sual şərtlərində çox diqqətli olun. Bizə nə istəyir? Passive voice. Dedik, hansı cümlələr passive voice-ə çevrilməyəcək? Əgər cümlənin sonunda sifət varsa, cümlə there is, there was, there were. Bunların sual forması is, there was, there were, there tipləri ilə başlayırsa, bunlar məchul olmayacaq. Və it şəxsiz müfrədası ilə başlayırsa, bu məchul olmayacaq. Cümlənin sonunda dedik, sifət olarsa və müstəqil yəli əvəzliyi gələrsə, bunlar yəni passive voice sayılmayacaq. Baxırıq cümlənin, məsələn, ikinci cümləyə baxın, there gəlibdir. There are tipli cümlələr məchul olmaz, yanlış, 2 getdi. Cümlənin sonunda sifət gəlibdir, safe, təhlükəsiz, deməli, gerund, üzr istəyirəm, deməli, məchul növ olmayacaq. 2 ilə 4 gedəcəksə, bizə də düzgün məchul növ cümlələri seçdiyinə görə olacaq doğru cavab 1, 3, B variantı. Choose correct sentences, düzgün cümlələri seçin. Və burada baxanda, yəni bu cümlələrə testlər işləyəndə, görün sizdən nə istəyir? Düzgün cümlə seç deyirsə, burada baxmalısınız sizdən agreement-ı mı istədiyi, yoxsa başqa bir suala aiddir. Baxıram, physics and maths, elm adı, fənn adı, bunların ikisinin xəbəri cəm olacaq. Ayrılıqda işlənərsə, physics deyəriksə iz verərik. Çünki elm adları, oyun adları, fənn adları, yemək adlarının xəbəri hər zaman tək olar. Amma ortada and bağlayıcısı gəldiyinə görə burada xəbəri cəm verəcək. Deməli, bir düzdür. 2-yə baxıram. Where is the scissors? Baxırsınız. Burada scissors var, cəmdədir, qayçı deməkdir. Qayçıdır, 2 dənə ayrılma hissədən ibarət olan isimlərdir ki, onlar hər zaman cəmdə işlənəcək. Buradakı iz veribdir. Düşünün, cəm isimlə, yəni iz xəbərinin verilməyi yanlışdır. Deməli, 2 gələcək. Baxıram, his friends love helps him a lot. Onun sevgisi, onun dostunun sevgisi ona çox kömək edir. Burada da, baxın, love sözü tək xəbər olduğuna, tək isim olduğuna görə S-lə verilməyi düzdür. Deməli, 3-də düzdür. There was deer's tracks. Baxın, marallıların izləri, ləpirləri sözü S cəmdə olduğuna görə bizə was yox, were verilməlidir, yanlışdır. Doğru cavabımız olacaq 1-3 B variantı. Sonra 3-cü sual isə conjunction sualıdır, bağlayıcı sualıdır. Burada da konkret və konkret bağlayıcıların düzgün ifadə olunmasına fikir verməliyik. İşlənəcək either or, neither nor. Baxıram, deməli, both or işlənməyəcək, yanlışdır. Not only but also ola bilər. Not and işlənə bilməz, belə bir bağlayıcı yoxdur. Olacaq doğru cavabımız 1-4. Baxırıq 4-cü suala. Jane expected to invite her to house. Uşaqlar, bu əvəzliyin isimli, isimsiz işlənən növlərinə aiddir ki, bilirik ki, ümumiyyətlə əvəzliyin, yəli əvəzliklərin 2 dənə növ vardır. İsimli və isimsiz. İsimli hansılardır? Ümumiyyətlə, yəni asılı olanlara deyirik ki, isim özündən sonra mütləq isim tələb eləyəcək. My, your, his, her, our, your, their. Bunlardan sonra mütləq isim gələcək. Bunlar asılıdır. Bir də var ki, məsələn, bax, isimsiz işlənənlər. İsimsiz işlənənlər müstəqildir. Olacaq bunlar mine, yours, his, hers, ours, yours, theirs. Bunlar olacaq isimdir, yəni isimsiz. Bu baxımdan buradakı 2 gedəcək. Çünki ours'dan sonra isim gəlməyəcək, yanlışdır. Baxıram, mine gedəcək. Mine house deyə bilmərik, mənimki ev deyə bilmərik, bizimki ev deyə bilmərik, yanlışdır. Və burada da expected gəldiyinə görə bizə nə lazımdır? Object pronoun, yəni obyekt əvəzlikləri. Və obyekt əvəzliklərində yeri cümlələri haradır? Fiillərdən və sözünlərindən sonra. Baxırıq 1, 3 və 5. 1, 3, 5 olacaq B variantını. Baxın, them. Baxın, her cümlədə obyekt əvəzlik funksiyasını iştirak edir. 5-ci suala baxırıq. If bağlayıcısını gördümsə və bizdən də düzgün transform zaman testini istəyir. If gördüksə, if'in aid olduğu cümlə, hətta burada when də verə bilərsiniz, hətta burada till, until də görə bilərsiniz. Bu, onların aid olduğu tərəfdə will-dir, won't-dur, yəni bu da will not-un inkar formasıdır. Ümumiyyətlə, would-dur, heç bir zaman işlənməyəcək. Bunlar yanlışdır. If-in aid olduğu hissə gələcək zaman olmaz. Cümlədə də gələcək zaman var. Gələcək zamanla biz hansı zamanı uzlaşdırarıq? Gələcək zamanla da biz if-in aid olduğu hissə olacaq indiki sadə və digər tərəfdə isə gələcək verə bilərik. Yəni gələcək. Yəni if'in aid olduğu hissə, diqqətli olma. İf'in aid olduğu hissə burada gələcək olmadığına görə A gedəcək,
B gedəcək. Baxıram. Və cümlədə də gələcək zaman olduğuna görə bizə nə lazımdır? Düşünün, gələcəklə keçmişi verə bilmərsiniz. Bu baxımdan code gedəcək. Bu catch code tutmaq, saxlamaq deməkdir. Baxıram, gələcək olduğuna görə D gedəcək, qalacaq Y variantı. Niyə feilin sonunda S veririk? Cümlədə T var. T üçüncü şəxsin təkindədir. Çox diqqətli oluruq. Baxırıq 6-cı suala. Uşaqlar, useful faydalı deməkdir və baxırıq ki, bizdən düzgün variant istəyir. Artiklın işlənib işləməməyi və sayılıb sayılmayan ismə fikir verəcəyik. Information sayılmayan isimdir deyə. Burada da ikincisi maid olacaq. Bu baxımdan A variantı gedəcək. C variantına baxırıq. Təkdə olduğuna görə düşünün, pieces, hissələr, parçalar deyə bir şey verə bilmərik. Çünki pieces'i cəmləsə, ofdan əvvəlkinə baxacaqsınız. Təkdədir, verə bilmərik, yanlışdır. Informations deyilən bir şey yoxdur, cəmlənməz. Informations uncountable noundur, yanlışdır. Baxıram, yenə sonda cəmlənər, cəmlənməz və burada artiklını verdiyinə görə bu da yanlış. Doğru cavab olacaq a piece of information. Information'a sayılmayan isim olsa da biz onları saymaq üçün müəyyən sözlərdən istifadə edəcəyik. Məsələn, a piece of, bir hissə məlumat. Baxıram 7-ci suala. Bu da bizdən positive case sualıdır, yəni hal sualıdır, cavabını istəyir bizdən. The bird's nest, quşun yuvası, burada heç bir səhv yoxdur, yəni düzdür. Bir düz olacaq, quşun yuvası. Nın, apostrof S. Woman sözü apostrof S formasında cəmlənərdir. Bu yanlışdır, verə bilmərik. Child sözü children formasında cəmlənəcək deyə. Burada belə bu formada verə bilmərik, yanlışdır. Mən, ümumiyyətlə kökündən dəyişən isimlər mən, woman, child, children, oxen, mouse, mice, bu tipli isimlərin yəli apostrof S ilə düzələcək deyə bu doğrudur. Baxın, the workers demands, işçilərin tələbləri, işçilərin ümumiyyətlə sonunda S olan cəm isimlərdə yəlik yalnız və yalnız apostrofla düzələcək. Deməli, bu da doğrudur. Olacaq, doğru cavabımız 1, 4, 5 A variantı. Sonra keçək növbəti suala. Və 8-ci sualla davam edirik, əziz şagirdlər. Deməli, baxırıq 8-ci suala. Buradan bizdən yenə genitive case istəyir. Genitive case də positive case'in ikinci adıdır. Yəni, siz burada possessive case də görə bilərsiniz və genitive case də ikisi də yəli hal deməkdir. Baxıram, Tim's collecting stamps now. Deməli, burada now varsa, deməli bizdən yəni yəlik istəyə bilməz. Çünki ing gəlibsə, diqqətli olun burada. Və izdir də, yəni burada davam edici zaman deyə gələcək. Baxıram, B variantı qalsın, baxaq C variantına. Got gəlibsə, deməli bu hansıdır? Has, gotun, yəni həzin qısaltmasıdır deyə C variantı da gedəcək. Apostrof S-dən sonra ing gəlib. Deməli, davam edici zamanda gedəcək. Where is, she is, he is, what is, there is olarsa bunlar heç birisi yəlik hal sayıla bilməz. İzin qısalmasıdır. Və cümlədə apostrof S verib də cümləmin xəbəri var deyə, deməli bu yəlikdir. Timin hobisi building models, yəni modelləri düzəltməkdir. Doğru cavabımız olacaq B variantı. Keçirik 8-ci suala. Yenə bizdən yəlik hal istəyir. Burada çox diqqətli olun. Əgər bir isim, baxın fikir verirsiniz, 2 dənə apostrof S var hər ikisində. Əgər iki ismin hər ikisinə apostrof S artırarıqsa, deməli bu ortaqlıq deyil. Hərəsinin ayrı-ayrı anası var deyə, Nick'in və Mike'ın ayrı-ayrı anası olduğuna görə biz burada ismini cəmləməliyik deyə bir yanlışdır. Bir yanlışdır. 2-yə baxıram. Jack'in xəstəliyi worried us. Jack'in xəstəliyi. Baxın, Jack isim, illness isim. Və burada da cümlənin xəbəri worried olduğuna görə ikini biz düz götürə bilərik. Baxıram, Nick'dən sonra apostrof S gəlib, bu yanlışdır. Yəni, ing gəldiyinə görə yanlışdır. Apostrof S-dən sonra already və feil gəldiyinə görə biz bunu yəlik hal kimi götürə bilmərik. This woman, burada da cəm işarə əvəzliyik. Woman da cəm olduğuna görə deyil, bu qadınların saçı qaradır. Deməli, bu doğrudur. Olacaq, doğru cavabımız 2 və 5. Var mı elə bir variant? 2, 4, 5. Üzürlü sayın. Burada ikinci tərəfdə yəlik hal var imiş. Bakers, hətta bakers buradakı shop sözü ixtisar olduğuna görə biz bunu düz götürə bilərik. Hətta bakers çörəkxanada deməkdir. Olacaq doğru cavabımız 2, 4, 5 Y variantı. Yəni cümlənin birinci tərəfinə fikir verirsəz də, yəni ikinci tərəfə də mütləq baxın ki, görək orada yəlik halın göstəricisi varmı? Baxırıq 10-cu suala. 10-cu sualda most qaydasında dedi ki, most üstəgəl isim olarsa, yəni most əksəriyyət deməkdir və əvəzlik kimi işlənəcək burada. Bu zaman Z gəlməyəcək. Amma mostdan sonra əgər sifət gələrsə, bu zaman biz Z-ni verəcəyik. Baxırıq. The most people isim gəldiyinə görə article olmayacaq. Və mostdan sonra favorite gəldiyinə görə sevimli, sifət gəldiyinə görə olacaq A variantı.
Baxırıq 11-ci suala. Bizdən article testi istəyir. Elephant təklədir. Ümumiyyətlə yadınızda saxlayın. Əgər birisi təklədirsə, sayılandırsa, mütləq onun qarşısında tənedici verməlisiniz. Boş gələrsə yanlış olacaq. Diqqətli olun. Elephant da saytla başladığına görə bu baxımdan saytla başladığına görə bu gedəcək. Baxıram indi. Burada müəyyən bir fildən söhbət getmir. Zooparkda olan fildən söhbət gedir. Diqqətli olun. Zooparkda hər hansı bir fili gördüm. Demir ki, məsələn, böyük fili, kiçik fili, balaca fili demədi. Deyir, zooparkda olan hər hansı bir fili gördüm. Hər hansı bir fili dediyimizə görə olacaq ya B variantı, ya C variantı. Yadınıza saxlayın. Yaşadığımız ərazidə stadion, muzey adları, qaleriya adları, tarixi tikililər, binalar, yəni zoopark, bu kimi tiplər mütləq Z artikli ilə işlənəcək. Doğru cevabımız olacaq B variantı. Baxırıq 12-ci suala. He went on expensive holiday to Bahamas. Baxırıq burada Baham adalar qrupudur və sonunda S olduğuna görə mütləq biz bunu Z artikli ilə verməliyik. Bu baxımdan C və Y variantı gedəcək. Amma expensive isə saytla başladığına, expensive bahalı deməkdir, sifət olsa da, amma holiday tətil olduğuna görə mütləq ismə, yəni təyin edildiyinə görə bahalı bir tətil. Saytla başladığına görə biz B variantı verməyəcəyik və qarşısına holiday sözü gəldiyinə görə boş verə bilmərik qarşısına. Demək bizə nə lazımdır? Article təyin edici lazımdır. Olacaq an expensive holiday to Baham adalarına. Mütləq burada da Z artiklını verəcəksiniz. Baxıram 13-cü suala. 13-cü sualda Buckingham Palace is a place where King of England. Burada England görürük, ölkə adıdır deyə mütləq qarşısında yəni boşluq verməlisiniz. Bu baxımdan 3-cü boşluqda nə olacaq? Üçüncü yerdə, yəni heç bir boşluq, yəni 3-cü yerdə Z artikli olmayacaq. Bu baxımdan bu gedəcək. Sonra, yox, A variantını saxlayaq bir dəqiqə. Baxıram, Buckingham Palace, Big Ben və Westminster Abbey, bunlar tarixi yerlər olsa da İngiltərədə, bunlar heç bir zaman qarşısında article verməyəcəksiniz. Bu baxımdan Z burada gəlməyəcək. Və place də burada sayılan isim olduğuna görə mütləq qarşısında nəsə bir şey verməlisiniz. Yəni ya Z verməlisiniz, ya E verməlisiniz. Boşluq verə bilmərsiniz. Yəni kralın yaşadığı və İngiltərədə kralın yaşadığı yerdən söhbət getdiyinə görə, deməli İngiltərə kralından burada mütləq olacaq Z. Aha, deməli Z bir dəqiqə nə olacaq burada? Buckingham Palace is a place. Bəli, olacaq E variantı. Article the King of England. Burada da boş verəcəyik. Deməli E, Z olacaq. Doğru cavabımız D variantı. Baxırıq 14-cü suala. 14-cü sualda choose a correct tense form. Bizdən yenə düzgün zamanı istəyir. Will görürük burada. Will görürüksə gələcək zaman və cümlədə də when var. Dedik ki, when olan tərəf gələcək olmayacaq deyə bu C variantı gedəcək. Gələcək olduğuna görə keçmiş olmaz, yəni yanlışdır. Keçmişlə gələcək uzlaşdıra bilmərsiniz. Keçmiş var burada, keçmiş davam edici yanlışdır. Keçmiş var burada, keçmiş sayılır yanlışdır. Olacaq D variantı. Niyə D variantı? Çünki 3-cü şəxsdəki də he var burada. Və keçəcək indi növbəti suallara. Və 15-ci sualla davam edirik uşaqlar. 15-ci sualda yenə article sualıdır bizdə və qütblərə aid olan bir sualı. Demişdik ki, əgər ölkə adının qarşısında birbaş bu cür hallar North bu formada gələrsə, ölkə adı gələrsə bu formada, bu zaman bunun qarşısında heç bir zaman Z artiklını verməyəcəyik. Yox, əgər ortada of birləşməsi gələrsə, məsələn, the North, bu zaman burada Z artiklını verəcəyik. Ondan sonra məsələn gəlib Türkiyə. Yəni bu zaman burada artikl verəcəyik. Nə zaman of hissəciyi olarsa. Və baxıram of görürəm. Deməli, qarşısını boş verə bilmərik deyə B gedəcək, Z olacaq. Və then the North. Burada da xatırlatma olduğuna görə və sadalanma olduğuna görə burada da Z artiklını işlədəcəyik. Doğru cavab B variantı. 16. They left. Uşaqlar demişik ki, leave fiili, tərk etmək fiilində 2 dənə sözün olacaq. Ya for olacaq, ya da boşluq olacaq. Baxıram indi. Yəni ət işlənməyəcək, tu işlənməyəcək, seaside dediyinə görə onlar bir həftəlik dəniz kənarını tərk etdilər. Yəni olacaq C variantı. Yəni ya for, ya boşluq. 17-ci suala baxıram.
Children to follow their parents' advice. Bu hansı qaydaya aiddir? Modal verb, modal feillər testidir və baxıram to hissəciyindən to hissəciyi gəlibdir. Modal feili kimi need-dən sonra to gəlməyəcək, yanlışdır. Should-dan sonra to işlənməz, yanlışdır. May-dən sonra to gəlməz, yanlışdır. Must-dan sonra to gəlməz, yanlış olacaq. Doğru cavabımız D variantı. Və 8-ci sualda həmən suallardandır. Yəni modal verb sualıdır. Baxıram, haven't to, hasn't to, hadn't to deyilən bir şey yoxdur, yanlışdır. Ought-dan sonra mütləq to hissəciyi gələr, yanlışdır. Baxıram, ought-un to'su yoxdur, yanlışdır. Able-ın to'su yoxdur, yanlışdır. Doğru cavabımız olacaq C variantı. Children should respect their parents. Uşaqlar gərək valideynlərinə hörmət etsinlər. Cümlənin tərcüməsi belə olacaq. Baxıram 19-cu suala. Singular nounlar istəyir bizdən. Tək isimlər, carrots, arms, qollar deməkdir, carrot kök deməkdir, yanlışdır, cəmdədir. Police hər zaman, cattle hər zaman cəmdə olan isimdir, malqara deməkdir. Information ola bilərdi, amma bunlara görə gedəcək. Clothes, paltar hər zaman cəmdə olan isimdir, singular olmayacaq. Y variantına baxıram, goods, mal, əmtə deməkdir, hər zaman cəm olan isimdir. Baxıram, watch, go, sadə clock var, sadə gate, darvaza, hasar. Doğru cavabımız olacaq D variantı. Baxıram 20-ci suala. For English, baxıram topic var burada. Uşaqlar important sifət olsa da, sifətin qarşısında article o zaman veririk ki, mütləq özünün sonra isim gəlsin. Ümumiyyətlə yadınızda saxlayın. Bu edən sözü mütləq hər zaman Z ilə işlənəcək. Bu bir faktdır, yəni qarşısı boş gəlməz. Boş gəlməyəcək, qaldıq C, D variant arasında. Burada da baxıram, deyir ki, hava haqqında məlumat İngilis xalqı üçün çox vacib bir məlumatdır da. Yəni demir ki, yəni vacibliyin yəni müəyyənləşdirmir də, yəni çox vacib bir hər hansı bir məlumatdır. Burada da İngilis xalqı mənasında işləndiyinə görə, xalq millət mənasında olduğuna görə Z verəcək. Ya C-dır, ya D-dir. Burada da ki, an information, an important olduğuna görə doğru cavabımız olacaq C variant. An important topic. 21-ci suala baxıram. Bizdən plural noun istəyir, cəm isimləri. Money, ümumiyyətlə sayılmayan isimdir. Sayılmayandır. Goose təkdədir, qaz deməkdir. Bunu götürə bilərik. Mice cəmdədir. Siçanların cəmidir, yanlışdır. Bu gedəcək. Mouse, mice. Yəni bu cəm bu formada olacaq. Jeans cəmdir. Hə, bizdən cəm istəyir. Cəbələcürlü sayın. Cəm istədiyinə görə money gedəcək. Goose təkdədir, gedəcək. Mice ola bilər. Jeans ola bilər. Advice sayılmayan isimdir. Yanlışdır. Teeth ola bilər. Dişlər. Wheat buğda dən deməkdir. Uşaqlar bu sayılmayan isimdir. Burada çox diqqətli olun. Olacaq 3, 4, 6. Elə bir variantımız da Y variantındadır. Və bugünlük bu qədər uşaqlar. İnşallah çalışacağım ki, bu cür testlərin davamını gətirək.